Moskva yenə Ukrayna dronlarının hücumuna məruz qalıb. Bugün səhər saatlarından etibarən Rusiya paytaxtına pilotsuz uçuş aparatlarının kütləvi hücumu olub. Moskva meri Sergey Sobyanin paytaxt istiqamətində uçan 84 dronun vurulduğunu açıqlayıb. O dronun parçalarının düşdüyü yerlərdə dağıntılar qeydə alındığını, itkilərin olmadığını söyləyib. Moskvaya kütləvi dron hücumu şəhərin bütün hava limanlarının bağlanmasına səbəb olub. Hava nəqliyyatı üzrə Federal Agentlik Rosaviasiya Moskvanın Domodedovo, Şeremetyevo, Vnukovo və Jhukovski hava limanlarında təyyarələrin uçuş və enişinə məhdudiyyət tətbiq olunduğunu açıqlayıb. Moskva aeroportlarında 150-dən çox reysin təxirə salındığı və ya ləğv edildiyi bildirilib. Rusiya Müdafiə Nazirliyi də dron hücumu ilə bağlı məlumat yayıb. Bildirilib ki, son sutka ərzində Rusiya regionları üzərində Ukraynanın 734 təyyarə tipli dronu və 12 idarə olunan aviasiya bombası vurulub.